Yezekel 2-ci fəsil. Allahın Yezekelə çağırışı. O mənə dedi, ey bəşər oğlu, ayağa qalx, mən səndən danışacağam. O məndən danışarkən ruh daxilimə girdi və məni ayağa qaldırdı. Mənlə danışan bir şəxsin səsini eşitdim. O mənə dedi, ey bəşər oğlu, səni mənə qarşı üsyan eləyən İsrail övladlarının, üsyankar bir millətin yanına göndərirəm. Onlar ataları ilə birgə bugünə qədər mənə qarşı üsyan eləyir. Səni yanlarına göndərəcəyim xalq dikbaş və inatkardır. Sən onlara deyəcəksən, Xudavənd Rəbb belə deyir. İstəyirlər sənə qulaq assınlar, istəyirlər yox, çünki onlar üsyankar bir xalqdır. Ancaq bilsinlər ki, aralarında bir peyğəmbər var. Ancaq ey bəşər oğlu, sən qanqallar və tikanlar arasında olsan da, əqrəblər içində otursan da, o adamlardan qorxma, onların sözlərindən çəkinmə. Üsyankar bir xalq olsalar da, onların sözlərindən çəkinmə, onlardan qorxma. Sən onlara mənim sözlərimi söylə. İstəyirlər sənə qulaq assınlar, istəyirlər yox, çünki onlar üsyankardır. Ey bəşər oğlu, sənsə mənim söylədiklərimə qulaq as. Bu üsyankar xalq kimi sən də üsyankar olma. Ağzını aç və mənim sənə verəcəyim şeyi ye. Mən baxıb gördüm ki, mənə tərəf bir əl uzandı və əlin içində bir tumar var. O tumarı qabağımda açdı. Tumarın önü və arxası yazılı idi. Üzərində mərsiyə, matəm, bəla sözləri yazılmışdı.